Mən keçən səfər demişdim ki, deməli 44 günlük müharibədən düşəcək və elə oldu. Bu dəfə isə deyirəm ki, böyük qayıdışa dair dövlət proqramı və antiterror əməliyyatı. Bu iki mövzunu oxuyun. Bu iki mövzudan biri düşəcək. Hər vaxtınız xeyir, hörmətli izləyicilər. Ali məktəblərə qəbul imtahanlarının birinci mərhələsi bitdi və yoxladığınız nəticələrə görə artıq siz bilirsiniz ki, orada nə qədər bal toplamısınız. Bir çoxlarınızı mən əminəm ki, ürəyinizcə ballar toplanılır və sizin şans imtahanına hazırlaşmağa vaxtınız yoxdur. Lakin bir çoxları isə öz balından narazı olanlar, onların hələ bir ay vaxtı var və ikinci şans imtahanına hazırlaşırlar. Bəs bu imtahanlara necə hazırlaşmaq lazımdır? Ümumiyyətcə, hansı mövzulardan ikinci şans imtahanına düşəcək? Mən Samir Bəşirli, siz Tarix Hasanizaddə kanalındasınız. Bu günləri biz məhz bu məsələlər haqqında danışacağıq. Əgər bu mövzu sizin üçün maraqlıdırsa, o zaman like düyməsini sıxın və paylaşın. Beləliklə, başlayalım. Sözümün əvvəlində dediyim kimi, ali məktəblərə qəbul imtahanı başa çatır və hal-hazırda bir çoxlarınız, düzdür, həqiqi nəticələr çıxmasa da, amma məndə olan məlumata görə artıq yoxlamalar demək olar ki, bitib və bir-iki gün ərzində cavablar çıxmalıdır. Bəlkə ola bilər indi sabah axşama cavablar çıxsın, indi onu dəqiq bilmirik. Amma bu həftə ərzində mənə elə gəlir ki, cavablar çıxmalıdır. Hazırda emal prosesi gedir və bir çoxlarınızın nəticələri mənə elə gəlir ki, ürəyincə oldu. Xüsusilə də mənim kanalımı izləyənlər, sonuncu videoma baxanlar, onlar çox utdular. Zəhmət olmasa şərh bölməsində də mənim imtahandan qabaq bu videoda dediyim hansı mövzular imtahana düşdü, onları da qeyd edərsiniz və yaxud da onlardan neçəsi düşdü imtahana, onları qeyd edərsiniz. Amma digərləri bunu qaçıranlar isə bu videoda diqqətli olsunlar, çünki burada da mən növbəti imtahana düşəcək mövzular haqqında danışacağım, həmçinin imtahanın necə hazırlaşmaq lazımdır, onlar haqqında çox qısa məlumat verməyə çalışacağım. Ümumiyyətlə, onu qeyd etmək lazımdır ki, ikinci şans imtahanına bəzilərinin ikinci şans imtahanı birinizdən çətin olur, bəziləri deyil, yox, asan da olur. Mən sizə bir şey deyim ki, yəni bu fakt deyil. Yəni düzdür, çox vaxt bəzən görürsünüz ki, ikinci şans imtahanı birincidən nisbətən asan da olur. Lakin bu heç fakt deyil. Yəni siz asanda hazırlaşmamalısınız, siz çətini fikirləşib hazırlaşmalısınız. Ona görə də əslində qalsa da mənim bundan əvvəlki mövzularında da dediyim o mövzular aktuallığını itirirlər. Sadəcə olaraq bəzi nüansları mən burada qeyd etmək istəyirəm. Əvvəlcə bundan başlayaq, hansı mövzulara biz diqqət etmək lazımdır. Birinci mövzuda dediyim mövzular, yəni birinci videoda dediyim mövzular öz əhəmiyyətini saxlayırlar. Lakin orada Albaniya və Atropatenaya düşdüyünə görə siz Manna mövzusuna daha çox diqqət edin, Manna da düşməlidir. İbtidai icmadan daş dövrünə, daş dövrünün ümumi xüsusiyyətləri və yaxud da daş dövrü və Tunc dövrünün oxşar fərqli xüsusiyyətlərinə fikir verir. Erkən orta əsrlər bölməsindən, orada deməli Türk dövlətlərindən diqqət edin, Türk dövlətlərindən də əsas Türk və Uyğur dövlətləri böyük ehtimal orada düşə bilər. Orta əsrlərdə yenə Osmanlı mövzusunun üstündə qalırıq. Ağqoyunlu, Qaraqoyunlu, Səfəvi bu mövzular daim işlək mövzulardır. Bunlardan imtihana düşmək ehtimalı böyükdür. Səbəblərin mütləq 17-ci əsrdə oxuyun, 17-ci əsr səbəblərindən düşə bilər. Xanlıqlar mövzusuna diqqət edin, orada Qarabağ xanlığı və Quba xanlığı, bunlara da diqqət etmək lazımdır. Digər mövzular da öz yerlərində qalırlar və xüsusən də mən keçən səfər demişdim ki, deməli 44 günlük müharibədən düşəcək və elə oldu. Bu dəfə isə deyirəm ki, böyük qayıdışa dair dövlət proqramı və antiterror əməliyyatı. Bu iki mövzunu oxuyun. Bu iki mövzudan biri düşəcək. Daha çox mən antiterror əməliyyatını düşünürəm. Yəni antiterror əməliyyatından imtihana böyük ehtimal ki, sual düşəcək. Bu digər mövzular isə öz yerində qalır. Elə o mövzuları biz daha da oxuyun. Mənim əvvəlki videoda dediyim mövzular. Bəs bir ay vaxtımız qalır. Necə bölüşdürək öz vaxtımızı? Ümumiyyətcə, nələrə daha çox diqqət edək? Necə daha effektiv hazırlaşa bilərik? Sizə bu haqda biraz daha geniş danışaq. Ümumiyyətcə, mən elə gəlir ki, siz bu bir ayda gərgin çalışsanız, ən azı bir 10-15 arası artıra bilərsiniz öz nəticənizi. Yəni, çünki birinci imtihanda biraz stres, ondan sonra gözlənilməzlik, siz çox böyütmüşdünüz gözünüzdə imtihanı. Elə düşünürdünüz ki, orada yəni sizə ayrı-ayrı bu kursların sınaqlarında olan kimi suallar düşəcək, yəni belə çox dolaşdırıcı. Lakin nəzərə almırsınız ki, bu dövlət imtahanı, burada məsuliyyət var.
və o məsuliyyət hissi sual hazırlayanları məcbur edir ki, düzdür, bu heç də həmişə belə olur, amma əksər hallarda belə olur. Xüsusən də bizim bu təhsil institutu ilə bağlı məhkəmə proseslərimizdən sonra onlar daha da məsuliyyət hissi keçirirlər və imtahanda asan, orta və çətin suallar olur təbii ki. İmtahanda səhv eləmək daha çox diqqətsizliklə bağlı olur. Ona görə də daha çox diqqətin üzərində və test vərdişləri üzərində işləmək lazımdır. Bunun üçün də mütləq gücü bu mərhələdə daha çox testlərə qoymalıyıq. Yəni, kitabları oxumaqla vaxtımızı daha çox keçirməkdənsə, hər mövzunu, təkcə eləmək istədiyimiz mövzunu ancaq testlərini işləyirik. Tutaq ki, bölürük özümüzdə, mənim o birinci videoda dediyim mövzuları bölürük günlər ərzində. Hər gün ən azı bir mövzunu, bir bölməni oxuyaraq, ya oxumayaraq, daha doğrusu testlərini işləyərək, orada səhv çıxan yerləri oxumaq lazımdır. Məhz səhv çıxan yerləri oxumaq lazımdır. Və daha çox ümumi sınavlar işləyin, ümumi sınavlar. Yəni, belə düzdür, bölmələr üzrə, mövzular üzrə də sınavlar işləmək lazımdır. Lakin daha çox gücü ümumi sınavlara qoyaraq, orada boşluqlarınızı müəyyən edərək həmin boşluqların üzərində işləmək lazımdır. Yəni, bunlara daha çox diqqət edin. Sonra, mən məsləhət görürəm ki, yenə də toplumlu işləyəsiniz. Mövzular əvəzinə, tutaq ki, ya toplu, ya da mən məsləhət görürəm ki, Xəyalə xanımın testlərini işləyəsiniz. Yəni, onun testləri doğrudan da yaxşıdır. Digər test müəllifləri məndən inciməsinlər. Lakin mən özüm də onları işlədirəm və abituriyentlərə də məsləhət görürəm. Digərlərində açığı biraz boşluqlar çoxdur. Düz onda da boşluqlar var. Yəni, cavablarında bəzilərində səhvlər var. Bəzi testləri standarta uyğun deyil. Amma mövcud dövriyyədə olan test vəsaitlərindən toplum çıxmaq şərti ilə o daha yaxşıdır. Yəni, din tipinə daha uyğundur. Hətta mən bunu miqlərə də mən məsləhət görürüm. Yəni, Xəyalə Əhmədlinin testlərini qabağınıza qoyub, bölmə-bölmə işləsəz, tam kifayət edəcək. Ondan da əlavə, indiyə qədər düşmüş din qəbulları, OTK testləri, bunları da üstünə gəlsəniz, siz imtahana qədər mükəmməl səviyyədə hazırlaşacaqsınız. Mənim də kanalımda olan videoları izləmək unudulmasın. Təbii ki, mənim kanalımda playlist hissəsinə girirsiniz. Orada təbii ki, videoların əksəriyyəti açığı, yəni qapalı şəkildədir. Onlar yalnız mənim vəsaitimi alanlara, vəsaitinin iç hissəsində QR kod var. O QR kodu oxudanlara açıqdır. Ya da ki, öz tələbələrimə təbii ki, onları verirəm. Amma YouTube kanalındakı playlistdəki açıq videolardan da siz bəhrələnə bilərsiniz. Orada demək ki, əksər videolar var. Əksər mövzuların, əsas düşə bilən mövzuların videolar hamısı orada var. Elə kitabı oxumaqdansa həmin o videoya bir dəfə baxmağın özü də sizin üçün böyük bir təkrar. Nə qədər adam olur ki, ancaq mənim videolarıma baxmaqla gedib yüksək yazırlar. Elə bu imtahanın özündə də oldu. Mən şərhlərdə bunu gördüm. Siz də əgər mənim kanalımdan bəhrələnərək gelib imtahanda yüksək nəticə göstərmişsinizsə, onu da şərhdə bildirir, biz də bilək. Və bundan sonra nəyə diqqət eləməlisiniz? Deməli, mənim qeyd elədiyim mövzulara baxırsınız. İkinci bir məsələ, proqramlaşdırırsınız, planlaşdırırsınız. Hər gün nəyi oxuyacağınızı müəyyən edirsiniz. Hər mövzunun özünü oxumursunuz. Birinci növbədə testini işləyirsin, ümumi mövzular üzrə testini. Xəyalə Əhmədlinin və yaxud da toplumla işləyə bilərsiniz. Xəyalə Əhmədlinin vaxtınız azdırsa toplumla işləyə bilərsiniz. Yəni, sadəcə çox test işləmək istəmirsiniz. Onda toplumla kifayət edəcək. İşləyirsiniz oradakı mövzu testlərini. Daha sonra orada haradakı səhvləriniz çıxırsa, həmin hissəni kitabdan oxuyursunuz. Məhz o hissəni oxuyursunuz. Yəni, bütün mövzunu oxumağa ehtiyac yoxdur. Bir də ki, hər həftə ən azı 4-5 dənə ümumi sınav işləyirsiniz. Ümumi sınavdan da digər mövzularla əlaqəli şəkildə hansı hissələri unutmuşsunuzsa, o hissələri bir daha da təkrar edirsiniz. Yəni, imtahana qədər çoxlu təkrarlamaq və test işləmək lazımdır sizə. Bunları sistemli şəkildə eləsəniz, imtahanda nəticəniz mütləq şəkildə yüksək olacaq. Çoxların elədiyi səhv nədir? Çoxları kitabı qoyurlar qabaqlarına və başlayırlar ancaq kitab oxumağa. Testi yadlarından çıxarır. Yəni, bu çox böyük səhvdir. Və bir şeydə bildirim ki, bir illüziya sizi əhatə eləməsin ki, mən əgər indiyə qədər oxumamışamsa, heç bazım yoxsa, bu bir ayda hazırlaşıb gedib yüksək nəticə yığaram. Yəni, bu da olan işdir. Bunu da unudaq. Çünki ikinci şans imtahanında yalnız bazası olan şəxslər gedib yığa bilər. Bir də daha çox 20-21-ci əsrlərə oraları
daha çox oxumağa köklənib. Çünki və bilirəm ki, bu imtahanda bəzilərinizin müəllimləri aparıb proqramı bitirə bilməyiblər, 21-ci əsri təkrar bilməyiblər, bitirə bilməyiblər və ona görə siz imtahanda daha çox səhv eləmisiniz. O hissələri yaxşı oxusanız, imtahanda nəticəniz də mənə elə gəlir ki, normal olacaq. Bu qədər. Ümid edirəm ki, sizin üçün faydalı oldu. Növbəti videolarda görüşənə qədər. Sağ olun, gəlin görüşlərə.